Şəxsi tikili 2.5 sot torpaq sahəsində bir mərtəbə 3 otaqdan ibarət belə bir gözəl həyət ev təqdim edirəm sizlərə. Həyətində gözəl yaşıllıq zolağı yaradılıb. Ev çox keyfiyyətli şəkildə tikilib. Sənədi kupçadır, torpağın və evin kupçası hazır əldədir. 2 qat monolit betondan ibarətdir. Yəni döşəmə də betondur, üstü də betondur. İstəyə görə söküb ikinci mərtəbəni də qaldırmaq mümkündür. Çox gözəl, keyfiyyətli, bünövrəli bir evdir. Keyfiyyətli şəkildə tikilib, təmir olunub. Həyətində obyekti də var. Birbaşa mərkəzi yolun kənarında yerləşir. Obyektə həyətdən də giriş qoyulub və mərkəzi yoldan da girişi var. Baxın, asfalt yolun üzərində yerləşir evimiz. Daha dəqiq ünvan deyim sizlərə, Novxanıda Duzlu göl yaxınlığında yerləşir. Gördüyümüz bu ev Yeni Saray Novxanı yoluna çox yaxın məsafədədir. Belə bir gözəl həyət hissəsi var. Rahatlıqla bir neçə avtomobil daxil olur. 2.5 sot torpaq sahəsində tikilib. Bu isə tikilimizdir. Yerdən kürsülüdür. Kifayət qədər kürsüdədir. Qarşısında belə bir teras yaradılıb. Vitraj pəncərələr qoyulub. Sırf yaşamaq məqsədi ilə tikilmiş həyət evidir. İndi isə keçək evimizin daxili ilə daha yaxından tanış olaq. Daxil olarkən bizi qarşılayır belə bir geniş dəhliz. Evdə son tamamlanma işləri qalıb. Yəni cüzi işlərdir, onun real alıcı ilə danışıqdan asılıdır. Yəni ev sahibi qiymətində endirib edib. Özünüz də bu işləri tamamlaya bilərsiniz və yaxud ev sahibi tamamlayıb sizə təhvil verə bilər. Əsas giriş hissəsi dəhlizdir. Dəhlizdən daxil olarkən sağda mətbəxdir. Çox gözəl geniş ölçüləri var. Sırf yaşamaq məqsədi ilə tikilib. Vitraj pəncərələr, istilik sistemi, kombi sistem və yeni mətbəx mebeli yığılıb. Davam edirik çəkilişimizə. Qonaq otağı ilə. Bu otağımızın da ölçüsü çox gözəl genişlikdədir. Evimiz qeyd etdiyim kimi istilik sistemi, kombi sistemi ilə təchiz olunub. Bütün kommunallar qoşulub, sayğaclar qoyulub. Və daha 2 yataq otağımız var burada. Sanuzel qovşağımız da var. Belə bir sanuzel qovşağı. Və birinci yataq otağı. Qeyd etdiyim kimi tavan betondur, dəyərli izləyicilər. Birbaşa açıb ikinci mərtəbəni qaldıra bilərsiniz. Novxanıda yerləşir. Yeni Saray Novxanı yolunun tam yaxınlığında. Bu da ikinci yataq otağımız. Otaq ölçüləri də çox gözəldir. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyə bilərsiniz.